Kardeşler, bura Cəlilabad rayon icra hakimiyyətinin başçısının yaşadığı küçədir. Baxın, görün bura necə tərtəmiz eləyiblər, süpürüblər, bir dənə qarı yoxdur. Qara asfaltın üstündə gəzir. Bu Rafiq Cəlilov, Cəlilabad rayon icra hakimiyyətinin başçısı. Biz qazilərdən nəyə artıqdır? Nə işlə məşğul olub ki, nə xidmətləri olub ki, fikir ver, qapısı nəçədir. Təmizləyiblər. Ondan öynə vətəndaşların küçələrinə baxın, heç bir yerdə belə bir təmizlik işi yoxdur. Bu darvaza onun qapısıdır. Bu da vətəndaşların yoludur. Fikir verirsiniz. Deməli, bu adam ancaq öz küçəsini təmizlətdirib, öz həyətinə gedən küçə təmizlətdirib, düz qapısına qədər. Amma başqa vətəndaşların heç belə bunun üçün maraqlı deyil. İndi mən, baxın, bunun darvazasıdır. Bu darvaza bunun düz həyətinə çəksibidir. Bu da bunun villasıdır. Bu da bunun yoludur. İndi mən gedəcəm bizim Cəlilabad rayonunda qazilərin yaşadığı kütləvi 16 mənzilli binanın qabağına. İnanırsan ki, səhər-səhər buzdan həyətə düşməlidir ki. Həmin binada da 3 nəfər, birinci qrup həlil, 2 ayağı protez olan. Biri mən özüm də ayağımın biri protezdir. Gəzə bilmirik orada. Xeyir ola ki, Rafiq Cəlilovun həyətin, darvazasının ağzını, yolun bütün təmizləyib, qara asfalt üstə gəzir. Biz amma vətənə, dövlətə xidmət eləmiş, canımızı qoymuş qazilərin, şəhid ailələrinin həyətində buzun üstündə yeriməlidir. Bu ədalətdir. Cənab Prezident dəfələrlə deyib ki, siz xalqın xidmətçisiniz. Hani, niyə xidmət eləmirlər bizə? Və indi gedirəm, qazilərin yaşadığı binanı çəkirəm. Bax, burada mən buradan Cənab Prezidentimizə səslənib müraciət edirəm. Bax, bu da bizim qazilərin kütləvi yaşadığı binaya gedən yoldur. İndi Rafiq Cəlilovun, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun yaşadığı binanın həyətinə, yoluna baxın. Biz vətən uğruna canımızı qoymuş qazilərin yaşadığı binada dönürəm buradan, bizim həyətə girən yoldur. Baxın, şaxtıya, maroza, buza, suya, hamısı burada. Bunun üstündə iki qıçı olmayan qazilər burada gəzə bilər. Araba ilə gəzmək olar, əl arabası ilə. Fikir verin, bu bina bizim yaşadığımız binadır. Həyətimizə baxın, buza, şaxtıya baxın burada. Nə görün, nə gündədir. Burada insan yaşaya bilər, burada adam gəzə bilər, 50 adam gəzə bilər burada. Xeyr olar, Rafiq Cəlilov heç bir xidməti olmaya, həyətinə çədir, darvazasının ağzına çədir, qarın bütün yekun işçiləri təmizləyib, aparıb çıxardıblar. Amma bizim qazilərin yaşadığı həyətin buzuna, şaxtasına, qarına bax. Burada iki qıçı olmayan adam gəzə bilər. Bu Cənab Prezident, bu ədalətdir, bu haqdır və bu haçan Rafiq Cəlilova dur deyən olacaq. Kim deməlidir bəs bunu? Bax, bura bizim kütləvi qazilərin yaşadığı binadır, 16 mənzilli binadır. Çəkirəm, bax. Həyətimizin də bax, qarı, marozu, şaxtası, suyu bunun içindədir. İndi bunun içində görün, bunun üstündə protezlə gəzmək olar. Niyə görə Rafiq Cəlilov özünü ancaq xidmət elətdirir Cəlilabadda? Biz qazilərə, vətənə, dövlətə xidmət edən oğlanlar evdən həyətə düşə bilmir. Sağ olsun Cənab Prezident, dövlətimiz bizə bu şəraiti yaradıb, bu binanı tikib bizə veribdir. Amma tikib vermək deyil, axı, bunu da rayona da bir rəhbər təyin edib ki, bunu heç olmasa burada şərait yaratsın. Xahiş edirəm Cənab Prezident, bizə Cəlilabadda bizə dəstək olun. Bizim qazilərə Rafiq Cəlilov zülm edir. Zülmü də bax budur. Çəkirəm, fakt göstərirəm. Öz həyətinə gedən yolda çəkdim, buranı da çəkirəm. Niyə görə Rafiq Cəlilov bu gün oliqart həyatı yaşamalıdır? Biz vətənə, dövlətə canımızı qoymuş insanlar, bu günləri əli, qıçı, qolu, gözü olmayan adamlar bu zülmdə yaşamalıdır. Xahiş edirəm bir Rafiq Cəlilov haqqında bir tədbir görəsiniz.